Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə ölkəmiz ana və uşaq ölümü göstəriciləri üzrə arzu olunmaz yerdə qərar tutub. UNICEF-in son açıqlamasına görə Azərbaycanda 1 yaşına və körpələr arasında ölüm səviyyəsinin əmsalı hər 1000 sağ doğulmuş uşaqlara görə hələ 2007-ci ildə 34 təşkil edib. Ana ölümü əmsalı isə təkcə 2009-cu ildə 24,3 olub. Bu rəqəm Qafqaz Respublikaları arasında Azərbaycanın payına düşən ən yüksək rəqəmdir. Son rəsmi statistikaya görə bu ilin göstəricisi keçən ilin göstəricisini keçməyib. Buna baxmayaraq problem qalmaqda davam edir. Ana və uşaq ölümləri niyə azalmır? Buna gətirən səbəblər nədir? Araşdırmalar göstərir ki, ana və uşaq ölümlərinin səbəbi təkcə həkimlərin savadı, bacarığı və məsuliyyəti ilə deyil, həm də anaların səhhətindəki qüsurlarla bağlıdır. Təəssüf ki, hamilə qadınlar həkimə ya gec müraciət etdiyindən, ya da heç müraciət etmədiyindən bu qüsurlar doğuş zamanı üzə çıxır. Əksər hallarda nəyisə düzəltmək çox gec olur. Aparılan tədqiqatlar göstərir ki, son illər ölkədə qadınların ayrı-ayrı xəstəliklərlə xəstələnmə hallarının artması tendensiyası gedir. Bu da doğuşu ağırlaşdıran amillərdəndir. Hamiləlik dövründə yaranan xəstəliklər də öz işini görür. Qan təzyiqi çox yüksəyə qalxır, sidikdə zülalın miqdarı hədsiz artır, ayaqda və bədəndə ödəm toplanır. Qadın vaxtında məsləhətxanaya müraciət etsə, həkimlər vəziyyətin kritik həddə çatmasına imkan verməzlər. Bu problemlərin aradan qaldırılması üçün 10 il fasiləsiz olaraq maarifləndirilmə işi aparılmalıdır ki, nəticəsi olsun. Məsələn, bugün Avropa, Amerika, yaxın qonşumuz Türkiyənin təcrübəsində patronaj sistemi mövcuddur. Hələ ki, SSR dövründə həmin sistem işləyirdi. Bu sistem hamilə qadınların qadın məsləhətxanalarına məcburi şəkildə cəlb olunmasıdır. Ekspertlərin sözlərinə görə patronaj sistemi ona görə vacibdir ki, hamilə qadınlar heç olmasa ayda bir dəfə həkim müayinəsindən keçsinlər. Bundan əlavə qadın məsləhətxanalarının bugünkü maddi-texniki bazası da gücləndirilməli, tibb işçilərinin ixtisası artırılmalıdır. İşçiləri təkmilləşməlidir. Ölümdən heç kəs sığortalanmır, bu müxtəlif səbəblərdən ola bilər, amma söhbət ana olmağa hazırlaşan qadından gedirsə, dünyaya evlad gətirən qadından gedirsə, onun ölümü bir qədər fərqli mövzudur, mənə elə gəlir və son zamanlar Azərbaycanda həqiqətən bununla bağlı bəzən xəbərlərə rast gəlirik, hadisələr baş verir, amma hər şeyi doğru mu anlayırıq, hər şeyi doğru mu çatdırırlar insanlara? Realda bax, bu ölüm hansı səbəbdən baş verir, harada daha çox baş verir? Bildiyim qədər müəyyən statistik məlumatlar da var. Ümumilikdə dünyada götürsək, bilirəm ki, çox yüksəkdir bu hal və mən icazənizlə qonağımızı da təqdim etmək istəyirəm. Daha öncə də bizə dəfələrlə qatılan qonağımız Mərkəzi Klinika Xəstəxanasının həkim-ginekoloq Ramil Salaxovdur. Xoş gəlmişsiniz. Xoş gördük. Tamaşaçılarımızı da buradan salamlayıram. Sizə də təşəkkür edirəm yenidən təkrar məni dəvət etdiyiniz üçün proqrama. Nəyə görə bu məsələyə toxunmaq məcburiyyəti hiss etdim üzərimdə? Birinci, həm dediyiniz kimi, kəskin informasiya vasitələrlə bizə çatdırılan məlumatlarımız ən az bir dəfə olsun bir xəbər eşidirik. Filan rayonda ana ölümü oldu, filan xəstəxanada uşaq ölümü oldu, ana ölümü oldu. Onun üçün nəyə görə bu hadisə baş verir? Bu məsələ Azərbaycan problemi yoxsa dünyada mı var problem? Həqiqətən də çox ciddi qlobal bir məsələdir ana ölümü. Ana ölümü nə deməkdir? Ana ölümü statistik olaraq hər 100.000 canlı doğuma düşən ölən anaların sayısıdır. Nəyə görə bunun əhəmiyyəti nədir? Birinci, bunun bir tək səhiyyə tərəfindən olan əhəmiyyəti xaricində də eyni zamanda həmin ölkənin inkişaf səviyyəsini göstərən bir göstəricidir. Yəni təkcə həkimlərinin yox, eyni zamanda o ölkənin yaşayış səviyyəsini, insanların yaşayış səviyyəsini göstərən bir şeydir. Məsələn, bu inkişaf etmiş Avropa ölkələrində 100.000-ə 4 ya 5 olar. Sərhəd olaraq 100.000-ə düşən 12 sayı verilir. Yəni, əgər 12-dən dahası bu inkişaf etmiş ölkə olduğunu göstərir. Məsələn, bəzi Afrika ölkələrində 100.000-dən çox ana ölümlər olur. Belə ölkələrimiz var. Amma, məsələn, 90-cı ildən indiyə qədər, 90-cı illərdə 100.000-ə 380 idisə ana ölümü, hal-hazırda 210-a, dünya səviyyəsindən danışıram, 210-a düşüb ana ölümləri. Bu da bunun üzərinə bir çox ölkələrin və eyni zamanda insanlığın getməsi və bu məsələnin qabartmasından dolayıdır. Bəzi ölkələrdə bu rəqəmlər çox yüksəkdə qaldı, amma Avropada isə çox yüksək. Avropada, inkişaf etmiş ölkələrdə bizdə də məsələn 90-a qədər çox yüksək idi. Təbii ki, dövlətimiz tərəfindən keçirilən bəlli bir səhiyyə sistemində dəyişikliklər, xidmətin artması, xəstəxanaların yenidən qurulması,
Bunu hal-hazırda Azərbaycan 2013-cü ilin, yəni Dünya Səhiyyə Təşkilatının verdiyi rəqəmdir bu bizə. 100 minə 26-dır. Yəni pis rəqəm deyil, amma bunu daha aşağı düşməyə üzərində məncə iş. Yəni dövlət əslində mən sözünü kəsdim doktor, çox üzr istəyirəm. Bu mətbuatda bu məsələ işıqlandırılanda həmin saat söhbət gəlir düşür ki, burada 2 dənə qurumun üstünə gedirlər. Bir həkimlərimiz qurumun üstünə gedirlər ki, həkimlərimiz bu işi bacarmır. Yəni çox böyük bir gürültü qalxır. İkincisi isə dövlət bu işə diqqət göstərmir. Ancaq mən işin içində olan bir insan kimi baxırdım, həmişə özümə deyirdim ki, axı mən burada görülən işləri görürəm. Yəni bunların faydasını da görürəm. Amma mətbuat işi biraz başqa cür şeydir. Demək ki, həqiqətən də dövlətin bu işə qoyduğu tədbirlər nəticəsində Azərbaycanda ana ölümləri kəskin şəkildə azalıb. Yəni bu bir faktdır. 90-a görə azalıb, amma məncə burada dayanmamaq lazımdır. Daha da, yəni bu təbii ki, burada ən böyük yük həkimlərin üzərinə düşür. Əslində elə də olmalıdır. Çünki həkimlərin tək işi deyil əməliyyat eləsin. Əhalini maarifləndirmək lazımdır. Birinci məsələ odur. Hansı yöndə? Məsələn, nəyə görə ana ölür? Ana ölümlərin əsas səbəbləri bir obstetrik ola bilər, yəni o doğuma bağlı olan problemlər ola bilər, bir ya da obstetrikdən kənar, doğumdan kənar problemlər ola bilər. Burada əsas böyük risk olan problemlər, yəni bu riski artıran problemlər. Birinci, doğum sırasında olan qanamalar. Məsələn, əgər bir xəstə 40 yaşındadırsa, yəni gec hamiləlikdən bəli, 40 yaşındadırsa, məsələn, bir plasenta previa patologiyası varsa, plasenta nə gəlsə, bu xəstənin qanama riski var. Onun üçün bu xəstələr mütləq protokol olaraq əvvəldən 2 vahid, 3 vahid qan tədarükü görülməlidir xəstə üçün. Təbii ki, həkim bunu diqqət etməlidir. Əgər həkim bunu nəzərə almırsa, o zaman həqiqətən bu sahədə malpraktis, yəni həkim səhvi kimi dəyərləndirilə bilər. Məsuliyyət onun üzərində. Bəli, təşkilatında təbii ki, həmin xəstəxana müdiriyyəti bu işə daha fərqli yanaşmalıdır və qan mərkəzinin qurulmasından tutmuş qan tədarükünü görməsi lazımdır. İkinci, tromboemboliya riski. Yenə burada, məsələn, Amerikada ən çox ölüm səbəblərindən biri, ən inkişaf edilmiş ölkədə ən çox ölüm səbəblərindən biri tromboemboliyadır. Qan laxtalanması problemləridir. Bu zamanda ölüm mortalite ehtimalı 50%-in üzərinə çıxır. Çox böyük bir ehtimaldır. Təəssüf ki, hansı ölkədən və yaxud inkişaf texnologiyadan asılı olmayaraq belə bir yüksək rəqəmdir. Bəli, onun üçün əgər yenə həkimə xəstə müraciət eləyirsə, gec yaşda hamilə qalıbsa, çox kiloludursa, az hərəkətlidirsə, bəli, və yaxud da antifosphorid şəkərli diabetsə, antifosphorid antitez sindromu varsa, bunlara uyğun qan durlaşdıran dərmanlar, müxtəlif dərmanlar, heparin qrupu dərmanlarımız var, onlar istifadə edilməlidir. Təbii ki, ana ölümünü həkimlər tərəfindən diqqət edilməlidir və hansı patologiya yenə necə yanaşılmalıdır, ona biraz daha ciddi davranmalıdır və eyni zamanda, məsələn, bəzi hamilələri ayda bir çağırırsa, bu xəstə qrupların ki, risk qrupundadır, onları ən az 2 həftədə bir, hətta bəzən həftədə bir çağırdığımız bizim xəstələrimiz olur. Onlara diqqət edilməlidir mütləq. Bəs obstetrikdən kənar ola biləcək? Obstetrikdən kənar, kronik xəstəlik ola bilər. Başqa bir, onu göz ardı eləyə bilərik. Məsələn, kardiomiyopatiya. Məsələn, bu ana ölümlərin 2% anestezioloji ağırlaşmalara bağlı ola bilər. Yəni hamiləlik doğumdan xaric olan patologiyalar. Bunu nəzərdə tutuluruq. Bu arada qeysəriyyə əməliyyatları da var. Yəni təbii ki, burada nəsə rol oynayırmı? Məsələn, ananın təbii uşaq dünyaya gətirməsi və əməliyyat. Normal yolla olan təbii ki, ağırlaşmalar 3%-in altında olur. Amma qeysəriyyə ilə olan doğumların 8%-ində müxtəlif ağırlaşmalar ola bilər. Bu, həmin əməliyyat sırasında ola bilər. Daha çox ağırlaşma, əməliyyat sonrası temperatur yüksəlməsi, febril mortalite deyirik. Onlar daha çox rastlanır. İnfeksiya olma ehtimalı daha çox olur. Təbii ki, amma keysəriyyə göstərişi olur. Məsələn, plasenta previa biraz əvvəl misal çəkdim. Onda mütləq keysəriyyə olmalıdır. O, ananın və uşağın həyatını qurtarmağa yönələn vacib bir əməliyyatdır. Amma təbii ki, orada həkimin yanaşması və seçimi çox əhəmiyyətlidir. Məsələn, bu yaxınlarda yenə təbii yolla hamilə qalan 48 yaşında bir xəstəm oldu mənim. Həmin qadın 46 yaşında 2 il əvvəl insult keçirmişdi. Və o xəstəni çox ciddi izlədik. 120 kilonun üzərindədir, 48 yaşında. Bir oğlu 25 yaşındadır, o qız təkrar olur. Belə bir hadisə olmuşdu. Böyük fərq var. Bəli. Əməliyyatın texnikasında belə mən çətinlik hiss etdim. Həm uşağın çıxarılmasının, azad edilməsi, başqa faktorlar da var. Onun üçün də, məsələn, bu xəstəyə yenə əvvəldən çox ciddi yanaşdıq, daha tez təqibə aldıq, ciddi əməliyyat hazırlıqları həyata keçirdik. Çox şükür, sağ-salamat ananın da uşağı da evə yola sala bilir. Bir sual qoyulur ki, məsələn, keysəriyyəmi, açıqmı, yəni normal doğuşmu və bəzən belə bir iddia da ortaya atılır ki, normal doğuş eləyə biləcək insanları keysəriyyə alırlar. Bax, bu
qarışıqlıq hardan meydana gəlir? Həqiqətən bu iddia doğrudurmu? Doğrudursa niyə belə olur? Əslində, burada bir neçə faktor var. Bunu bu yaxınlarda mən bir proqramda daha demişdim, xəbərlərdə. Birinci, nədən qaynaqlanır? Mən açıq deyim, bizim insanlarımızın özünün bu doğumdan qorxması məsələsi. Mənə müraciət edən 90% ilə psixolojik olaraq hazır olmur. Doğum sancısını qorxuram və yaxud da qorxuram. Nəyə görə qorxuram? Uşaq olar doğum sırasında. Əslində, bəzən bu ikinci hamiləlikdə daha çox kəskin bilinir. Çünki ilk dəfə artıq bunu yaşayıblar və ikinci hamiləlikdə bunu yaşamamaq istəyirlər. İkinci ən böyük faktor, məsələn, çox önəmli bir şeydir. Qadınlar üçün cinsi problemlərin yaranması. Çünki doğum sırasında, bəli, yırtılmalar ola bilər. Təbii ki, sidik qaçırma, nəcis qaçırma, o kimi problemlər yarana bilər. Amma bunu da yenə dediyimiz kimi, bəli, doğum həkimi əgər bu sahədə peşəkardırsa, çanağı uyğundursa, doğum yolları uyğundursa, uşaq çox iri deyilsə, təbii ki, normal doğum hər zaman tərcih ediləndir. Amma gələcəkdə, bəli, bu problemlərin yaranma ehtimalı çoxdursa, keysəriyyəni seçmək məcburiyyətində qalır bəzən həkimlər. Bəzən çox iri deyil olur, ya çanaq çox darı olur və yaxud da qadın yollarında müxtəlif patologiyalar ola bilər, uşaqlığın özünə patologiyalar ola bilər. Bəli, o zaman keysəriyyət seçim yolu olmalıdır. Amma hər şey normalsa, təbii ki, birinci növbədə normal doğum hər zaman tərcih edilməlidir. Niyə normal doğum daha çox tərcih olunmalıdır? Və yəni hansı yaxşı tərəflərindən çox danışaq ki, insanlar bilsinlər bunu? Birinci onu deyim ki, keysəriyyə olan xəstə ən az nə edirsən belə 3 gün bir yara ağrısı çəkir. Doğum elədiyimiz xəstə 2 saat sonra qalxır ayaq üstə gəzir. Yəni normal hər şey normal kimi özünü hiss edir. Kinolardakı kimi də. Bəli, heç bir problem, rahat. İkinci, düzdür, araşdırmalar, biri var həyat özü, bir də var tibbi araşdırmalar. Tibbi araşdırmalarda deyilir ki, bəli, keysəriyyə əməliyyatı uşaq üçün daha rahatçılıqdır. Amma son, məsələn, araşdırmalar göstərir ki, məsələn, o insanın stressə cavab vermə reaksiyası var da, stressə dözümlük. Normal doğumla olan uşaqların stressə qarşı gəlmə, onları qarşılama, qalib gəlmə keysəriyyəyə görə daha yaxşıdır. 2004-cü ildən etibarən Mama və Ginekologiya şöbəsində həm də süni maylanma mərkəzi fəaliyyətə başlayıb və o gündən bu zamana qədər mərkəzi klinika 3000-dən çox ailəyə övlad sevinci bəxş edib. Bu şöbə sonsuzluq müalicəsi, bütün növ ginekoloji əməliyyatlar, psixoloji konsultasiya xidmətləri, süni maylanma prosesində embrionların genetik araşdırılması, təkrarlayan düşüklərin diaqnozu və müalicəsi, prenatal diaqnoz və riskli hamiləliklərin təqibi kimi sahələrdə son dərəcə uğurlu xidmətlər göstərməkdədir. Diqqət, mərkəzi klinikanın Mama Ginekologiya şöbəsində süni maylanma xidmətinin qiyməti dərman xaric 1699 AZN təşkil edir. Bilirsinizmi, həm böyüklərin, həm də uşaqların sağlamlığında olan bir çox problemləri balıq yağı vasitəsilə həll etmək olar. Bu məsələdə biz sizə bobaz yağını xüsusi olaraq məsləhət görürük. Bobaz siropu balıq yağı omega 3, fol turşusu və multivitamin kompleksindən ibarətdir və özəlliyi ilə yaddaşın və diqqətin yaxşılaşmasında, fiziki və zehni inkişafda, eyni zamanda ürək-damar xəstəliklərinin müalicəsi və profilaktikasında, anemiyanın kompleks müalicəsində və sümük sızıqlarının bərpasında, dəri xəstəliklərində sizə yardımcı ola bilər. Bobaz balıq yağı apteklərdən soruşun. Orqanizmi möhkəmləndirən təbii vasitə. Sizə təqdim etdiyimiz Fakir 2-1-də Professional Steam Mop buxarlı təmizləyicisinin əsas özəlliyi istifadədə çox praktik olmasıdır. Fakir Steam Mop'un rahat istifadəsi üçün təmizləyicinin gövdə hissəsinə sizə uyğun olan borunu taxın. Bu borunu öz boyunuza görə tənzimləyin. Su doldurduqdan sonra 3 ayrı forma və ölçüyə malik başlıqlara taxa biləcəyiniz xüsusi hopdurma xüsusiyyətinə malik olan mikrofibr parçaları istifadə edərək təmizliyə başlaya bilərsiniz. Təxminən 140 dərəcəyə yaxın temperaturda daim buxar vermə özəlliyi ilə istədiyiniz təmizliyə nail olun. Son zamanlar çox yaşı olaraq biz tez-tez artıq çəki problemlərinə toxunuruq, amma artıq çəkini yaradan digər tibbi məsələlər də var. Gəlin bu məsələləri Nutrifarm şirkətinin həkim konsultantı İradə xanım İmanovadan soruşaq. Məsələn, qəbzlik, köp, mədə-bağırsaq pozulması, mədə-bağırsağın florasının pozulması. Oksidarum yağalı, Yapon yağalısıdır. Tərkibində müxtəlif otlar hopdurulub, mələk otudur, biyan kötüyüdür, yaşıl çayı
Görürsüz görkəmi də yaşıl rəngi, hətta rəngi də rəng. Amma təbii məhsuldur. Bu təbii məhsuldur. Tərkibində 5 cürə probiotik var. Oksitarım gavalı. Soruşun apteklərdən və ya qaynaq xəttə müraciət edin ki, həkimlər sizi daha çox məlumatlandırsınlar. Uşaq serebral iflizi alınan bir doğum travmasına bağlı olan bir xəstəlik, biz bunu bilirik. Bax, bu keysəriyyədə bu risk qat-qat aşağıdır və ya ümumiyyətlə keysəriyyə ilə doğulan uşaqlarda uşaq serebral iflici ola bilməz kimi ifadələr istifadə edə bilərikmi? Yox, bir dəqiqə. Əgər keysəriyyə, məsələn, xəstəni ciddi non-stress testsə, məsələn, davamlı uşağın ürək dönsün, biz qeyd edirik. Uşaq uzun sürə anhidramniyoz şəraitdə olub, yəni suyu olmayıbsa və yaxud da uzun sürə deselerasiyalı, yəni ürək tonlarına ciddi düşmə, yaxud fetal distresli bir uşaq keysəriyyə eləsən belə o serebral palsiya çıxma ehtimalı var. Məqsəd orada keysəriyyə eləyəcəksə də vaxtında etmək. Yəni o uşağın beynin hipoksiyaya məruz qalmamasını gözləmək. Əgər məruz qalarsa da ona əhəmiyyəti qalmır artıq. Normal doğum keysəriyyəmi? Onun üçün də doğum edən həkim bu işə çox ciddi yanaşmalıdır. Serebral palsiya uşaq doğulursa, burada bilavasitə çox böyük ehtimalla həmin həkim səhvi də var. Çünki vaxtına müdaxilə edilməlidir, vaxtına diaqnoz qoyulmalıdır. Əgər bu uşaq həqiqətən o doğumu qaldıra bilməyəcəksə, onu yükləmək də doğru olmaz. Həmən təcili uşağı qurtarmaq üçün keysəriyyə eləmək məcburiyyətində qalır. Yoxsa həmin ailə, mən açıq deyim, serebral palsiya olan ailələr görürük. Amma təəssüf ki, o ailənin həyatın ömrünün sonuna qədər o uşaqların, yəni bütün öz sosial həyatları, hətta sağlam digər uşaqlarla nəzarəti belə çox çətin olur. Məcburən o xəstə uşaqların ömrlərinin həyatlarının sonuna qədər o uşaqlarla məşğul olmaq məcburiyyətinə qalırlar. Əslində biz bugün daha çox ana ölümündən danışdıq, amma eyni zamanda yeni doğulmuşların ölümü də ananın sağlamlığı ilə bağlıdır. Təəssüf olsun ki, buna vaxtımız olmayacaq, amma ümid edirəm ki, bu mövzuyla da bağlı vaxt gələcək və sizinlə mütləq şəkildə bu haqda danışacağıq. Çox sağ olun ki, agah elədiniz bizi bir çox məsələdən və biz sağolaşaq. Doktor, bu arada qeyd edim ki, qonağımız Mərkəzi Klinika Xəstəxanasının həkim mütəxəssisi, ginekolog Ramin Salaxov idi və bugünlük bu qədər deyirik. Gələn həftəyə qədər.